Niyə demirik ki, Anar Nağılbaz o vaxt batırmağa başladı ki, narkotikin onun həyatındakı yeri çox böyük oldu. Onun narkotik həyatında həmişə olub. Elvira. O lap tanınanda da. Yo, mən demirəm onun yəni elə deyil, elədir, düzdür. Amma lap da elə deyil. Yəni lap da siz dediyiniz kimi deyil. Narkotik onun həyatının lap sənətinin əvvəlindən var idi. Hamısının. Axırda olduğu qədər. Axırda olduğu qədər yox. O da kömək elədi. Nağılbazın özü də yəni o rep cəmaata maraqlı deyildi, Elvira. Onların repi artıq maraqlı deyildi cəmaata. Bəlkə o onun depressiyası idi ki, narkotik artırdı həyatında. Orası elədir, 100% elədir. Mən burada tərəf saxlamıram. İndi cəmaat fikirləşəcək ki, yəqin özü də o şeylərdən keçib deyənə yox. Mən onlar qədər o şeydən keçməmişəm. Yəni o boyda ağır mən onun olmamışam, onun istifadəçisi olmamışam. Onların əvəzindən danışa da bilmərəm. Amma ki onsuz da onun o oturmalı idi tronda, bilirsən, o özünə bir iş yaradıb, bir Azərbaycan repində bir iş yaradıb, bir monopoli yaradıb. O oturmalı idi öz kreslosunda. Hüseyn Dərya da həmçinin. Onlar öz kreslolarını yaradıb, o kresloda oturmalıdır və onların əlinin altından işlər keçməyə. Onlar bununla məşğul olmadılar. Narkotik... Yəni artıq böyük biznesi çevirməli. Böyük biznesi çevirməlidirlər. Pul gəlməyəndən sonra mənim 2 ilə 3 ilə 40 yaşım olacaq. Mənim oğlumun 10 yaşı olacaq biləsən. Allah saxlasın. Allah sizinkiləri saxlasın. Yəni əvvəl pul belə də maraqlı deyildi. İndi artıq lazımdır və get-gedə lap çox lazım olur. İnsanın yaşı artdıqca lap çox lazım olur. Mən bugünkü gün özümə heç adi şeyləri artıq özümə misal üçün paltar, mən hər həftə paltar alan adam idim. Hər həftə. 2 həftədən bir mən qardırobu dəyişirdim. Yəni hər dəfə özdə gedəndə 3-5 alırdım. Targovda bütün dükanlar bilir onu. Bütün dükanlar onu bilir. Yəni mən geyim xəstəsi olmuşam həmişə.